Bu gecə əhya gecəsidir, dirilmək gecəsidir. Etiraf gecəsidir. Kimə etiraf edirik? Allaha. Heç kəs bizə onun qədər aşiq deyil. Allah bizim aşiqimizdir. Günahkarımızın da aşiqidir. O Allahdır ki, deyir, mənə günah eləyib, arxa çevirib gedənlər, kaş biləydi, arxalarıca necə həsrətlə baxıram. Adamı dəli eləyir bu hədislər. Sanki bizə möhtacdır, elə danışır. Kaş dönərdilər. O bizim dönməyimizi gözləyir, o bizim geri dönüşümüzü gözləyir, qayıtmağımızı gözləyir. Arxain olaq mehribanlığına, amma bir şey aparaq, eyblərimizi aparaq təqdim eləyək ki, bax, içimi qaraldan bunlardır. Gücüm çatmır, neyniyim? Sənin gücün çatar. O da deyir, əlbəttə ki, gücüm çatar. Gətir, tərtəmiz eləyim, paçlayım. Uşaq necə körpə, uşaq anasının qucağına qaçır, aram olur. Görmüşük də, uşaq anasının qucağındadır. Qohumlardan biri nazir də olsa, gəlir nəsə eləməyə üzünü çevirir. Anası ilə aramdır. Heç kəs saymır. Çünki sevgisinə həmindir. Başına nəsə bir təhlükə görən kimi qaçır anasının üstünə, ana da qucağına alır. Hərdən görəndə ki, qaçanda üstünə, məsələn, uf oldum, qaçır üstünə anasının. Ana yarasını düzəldir, sarıyır. Sonra görəndə ki, heç nə yoxdur, o nəvazişi istəyir. Özünü vurur buna ki, uf oldum, heç nə yoxdur, gedir. Övliyalar belə eləyir. Bax, gedir Allaha deyir ki, mən günahkaram. O nəvazişdən xoşu gəlir. Allah da onları nəvaziş eləyir.